Salam əziz müəllimlər, hər vaxtınız xeyir olsun. Məktəbə qədər MİQ və sertifikasiya imtahanına hazırlaşan müəllimləri nəzərə alaraq fərqli suallar paylaşıb izahlarını verəcəm. Mütləq şəkildə YouTube kanalımıza abunə ola bilərsiniz ki, belə izahlar qarşınıza çıxsın, canlılar olacaq, sizlər üçün ödənişsiz dərslər təşkil olunacaq və Instagram səhifəmizdə də müəyyən suallar paylaşılacaq. Mütləq şəkildə bizi izləyin. Hörmətli müəllimlər, etik davranış qaydası məhz imtahanda qarşılaşa biləcəyiniz suallardan biridir. Və buradan ən azı bir 5-6 stüdiyat sualınız ola bilər. Deyir ki, müəllim həmkarının fəaliyyəti ilə razılaşmır və bunu valideynlərin olduğu qrupda tənqidi şəkildə müzakirə edir. Müəllimin daha düzgün davranışı hansıdır? Ümumiyyətlə, müəllim sizcə doğru edirmi? Əlbəttə ki, xeyr. Müəllim nə etməlidir? Həmkarı ilə bunu danışmalıydı, həmkarına bildirməliydi. Ola bilər, nəyisə səhv edə bilər, ola bilər, bizim nəyisə xoşumuza gəlməyə bilər, amma valideynə demək lazım deyildi. Bunu birbaşa həmkarına demək lazımdır. A variantında deyir ki, mübahisəni valideynlərin iştirakı ilə davam etdirmək və doğru olanı seçmək. Xeyr. Valideynə demək heç də doğru bir fikir deyil. Ən sonuncu variant olsa belə yanlışdır. Həmkarını sosial şəbəkədə çıxış edərək doğru yolu seçimini tapmaq. Yəni, həmkarını sosial şəbəkədə çıxış edir və deyir ki, ən doğru yolu bu şəkildə tapmaq. Əlbəttə ki, bu da yanlış olacaq. Çünki mən həmkarımı niyə sosial şəbəkədə çıxış edərək bir seçim tapım ki, mən niyə loyallığı pozum ki, mən niyə konfidensiallığı pozum, məktəbimin adına, ümumi təhsil və yaxud da ki, məktəbə qədər müəssisədə fərq yoxdur, həmkarımı hər kəsin içərisində pis edim, məktəbin adına xəllər gətirim, bağçanın adına xəllər gətirim, yanlış fikirdir. Məsələni etik qaydalar çərçivəsində həmkarı və rəhbərliklə müzakirə edə bilər. Bəli, bu doğrudur. Çünki biz bilirik ki, hər hansı bir problem yaşamışıqsa, bunu həmkarımıza bildirməliyik və rəhbərliklə müzakirə etməliyik. Və birinci həmkarıma deyərəm, sonra isə rəhbərliklə bunu həmkarımla bir yerdə müzakirə edə bilərik ki, bunu necə aradan qaldıra bilərik. Bu doğru fikirdir. D variantı çaşdırıcı bir sualdır, gəlin baxaq. Digər həmkarları ilə danışıb, onların fikirlərini nəzərə alaraq, həmkarı ilə empatiya quraraq düzgün qərar vermək. Mən digər həmkarlarla yox, həmkarımla, səhv edən həmkarla danışmalıyam. Çünki digər həmkarlar, belə deyək də, səhv etməyibdir. Başqa şəxsləri mən bura daxil etməyim heç də düzgün olmaz. Və mənim həmkarımla empatiya qurmağım doğrudur. Amma mənim onların fikrinə, yəni həmkarlarımın fikrinə uyğun şəkildə hərəkət etməyim, onu nəzərə almağım, əlbəttə ki, bu yanlış olacaq. Ona görə D variantını yanlış götürürük. Yoldaşlarından rəy alaraq məsələni daha rahat yolla həll etmək. Yoldaşlarımla rəy alaraq yox, mən birbaşa olaraq səhv edən həmkarımla danışaraq, həmkarım var idi, hansı ki, mən onun işini bəyənmirdim. Onunla danışaraq bunu daha rahat şəkildə həll edə bilərəm. Bu birinci sualımız idi. Növbəti suala da keçid edəcəm və bilirsiniz ki, qarşıda oktyabr ayında sertifikasiya və MİQ imtahanı keçiriləcək. Əgər sizdə məktəbə qədər üzrə 2 ay ərzində bütün proqramı tam şəkildə öyrənmək istəyirsinizsə, avqust ayın 10-u başlayan yeni sıfırdan qrupuma qoşula bilərsiniz. Heç bir vəsait almayacaqsınız və hal-hazırda qoşulan müəllimlərə xüsusi olaraq 40% endirim edilir. 3 fən. Məktəbə qədər üzrə kurikulum, pedaqoqika və psixologiyanı keçəcəm sizə. Üçünü də mən tədris edəcəm və qiymət isə 40% endirimdən olacaq. Qoşulmaq üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Digər suala keçid edirik və gəldik növbəti suala. Deyir ki, müəllim internetdən götürdüyü metodik materialı müəllifin adını göstərmədən öz hazırlığı kimi təqdim edir və bunun müəllif hüququnu pozmadığını iddia edir. Və bu halda daha çox hansı etik davranış prinsipi pozulmuşdur? Baxın, gəlin belə deyək müəllimlər. Əgər mən bir şəxsin materialını götürüb istifadə edirəmsə, internetdən götürmüşəm bir metodik materialı, müəllifin adını göstərmədən öz hazırlığı kimi təqdim edirəmsə, deyirəm ki, mən bunu etmişəmsə, demək mən vicdanlı yanaşmıram. Yəni, mən kiminsə materialını götürürəm, kiminsə əziyyətini götürürəm və bunu öz əziyyətim kimi mənimsəyirəm. Əlbəttə ki, mən burada vicdanlı davranışı pozuram. Yəni, vicdanlı yanaşmıram, yəni mən düzgün yanaşmıram, həmən insanın belə haqlarını, hüquqlarını belə deyək də heçə sayıram. Ona görə də vicdanlı yanaşmaq lazımdır və vicdanlı yanaşaraq mən deməliydim ki, bu metodik materialdan müəllifi filan, misal üçün filan kəs o filan kəsdir, mən o materialdan istifadə etmişəm, bəli, çox gözəl materialdır və s. Burada artıq mən
vicdanlı yanaşmış olaram. Amma mən bu prosesi həyata keçirirəmsə, mən vicdanlı davranış prinsipini, yəni etik davranış qaydasını pozmuş olacam. Ona görə bu şəkildə sualları mütləq işləmək lazımdır ki, qarşıda imtahanda sizə bu formada suallar düşəndə düzgün şəkildə cavablandıra biləsiniz. Həm MİQ, həm sertifikasiya imtahanında bu şəkildə suallar qarşınıza çıxacaq. Növbəti suala keçək. Keçid etdik növbəti sualımıza. Sualımız belədir. Bilirsiniz ki, bağçada biz açıq məşğələlər keçirə bilərik. Bağçada deyir ki, açıq məşğələ zamanı müəllim fəaliyyətini başa vurduqdan sonra həmkarları onun qiymətləndirmə üsulu ilə bağlı fikirlərini bildirirlər. Yəni bildirirlər ki, misal üçün necə idi və s. Onlardan biri qeyd edir ki, uşaqların fərdi xüsusiyyətləri nəzərə alınmayıb və bütün uşaqlara eyni yanaşma tətbiq edilib. Yəni həmkarı deyir ki, tənqid edir də, yəni ümumi şəkildə desək tənqid edir ki, mən bəyənmədim, şagirdlərin fərdi xüsusiyyətləri nəzərə alınmayıbdı. Müəllim isə iradları dinləmədən siz mənim işimə qarışa bilməzsiniz deyərək müzakirəni yarımçıq saxlayır və otaqdan çıxır. Deyir ki, burada hansı etik davranış qaydası pozulmuşdur? Əlbəttə ki, mədəni davranış. Niyə mədəni davranış? Bir müəllim mütləq şəkildə tənqidləri qəbul etməlidir. Ola bilər, mən bir söz deyəndə səhv deyə bilərəm, siz rəydə yaza bilərsiniz ki, məsəl üçün bu cümlə səhv oldu, ola bilər insanın fikirliyi, hərfi səhv deyə bilərik. Bəli, bu peşəkar olsam belə, hər bir müəllimin başına gələ bilər, səhv deyə bilər, hətta kitabların özündə müəyyən səhvlər olur, testlərin özündə müəyyən səhvlər olur, çaplarda səhvlər olur, bu normal bir haldır. Bunu qəbul edib və öz üzərimizdə işləməyimiz mədəni davranış. Yəni, səhvləri qəbul edirəm, səbirliyəm, dözümlüyəm, öz üzərimdə işləyirəm. Amma burada müəllim deyir, mənim işimə qarışa bilməzsiniz və müzakirəni yarımçıq saxlayır. Müəllim nə etmiş olur? Əlbəttə ki, mədəni davranış qaydasını pozmuş olur. Ona görə də biz deyirik ki, müəllim nə etməlidir? O etik davranış qaydasını inkişaf etdirməlidir. Bəli, müəllimlər. Hələ ki, 3 sual təqdim edirəm sizlərə. Təbii ki, bizim dərslərimizə qoşulan müəllimlər bu sualları belə deyək də bu bölmədən minlərlə test işləyəcək və məktəbə qədər hazırlıq qruplarımıza mütləq şəkildə qoşulun. Bizim endirimlərimizdən yararlanan bir qrup olacaq. Çünki mən ümumi təhsil üzrə dərs keçirəm, təlimçi qrupum açılır, müsahibə qruplarımız var və s. və növbəti ildən də ümumi təhsil dərslərim başlayacaq. Bir qrup açıram, istəkləri nəzərə alaraq. İstəyən müəllimlər mütləq şəkildə nömrə ilə əlaqə saxlayıb qeydiyyatdan keçsinlər. Qeydiyyat çox önəmlidir. Hər birinizə uğurlar arzu edirəm və bu kanalda sizlərə dəstək məqsədi ilə videolar çəkiləcək. Gözünüz səhifəmizdə olsun.